Beynəlxalq radioda yeni layihə. Şuşanın səsi. Qarabağın tacı, nadir memarlıq incisi, mədəniyyət beşiyimiz Şuşa. Pənahəli xan Cavanşirin əsasını qoyduğu şəhər qala. Təkrarsız gözəlliyə malik olan əfsanəvi diyar, şöhrəti sərhədlər aşan qəhrəmanlar, sərkərdələr, ədiblər, şairlər, bəstəkarlar, xanəndələr yetirib. Hər yayçənin yaylağına uçub gələn azad quşam, nə gözəlsən mənim Şuşa, cəmalına vurulmuşam. Ulu öndərimiz Heydər Əliyev deyib, Şuşa təkcə Şuşalılar üçün yox, bütün Azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün bu iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdi. Bu böyük qələbədir. Və şəhərlərimizin, ulu öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan. Gözün aydın olsun dünya Azərbaycanlıları. Nəğməli bayatılı, nağıllı dastanlı Şuşa. Tarixin ayrı-ayrı dönəmlərində əsrarəngiz, göz oxşayan təbiəti Qarabağın başına min bir müsibətlər gətirib. Yadelli işğalçılar bu diyarın sakit həyatını məcrasından çıxarıb, onun yurdsevər insanlarını amansız sınaqlarla üz-üzə qoyublar. Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ deyib nalə çəkən xalqımız zaman-zaman toparlanıb viran qoyulmuş, yağmalanmış yurdunu yenidən dikəldib. Şuşanın dağları deyil dumanlay. Bəli, daha Şuşanın dağlarının başı dumanlı deyil. Artıq həsrətə son qoyulub. Ali Baş Komandanımız, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz 8 noyabr 2020-ci ildə Şuşanı işğaldan azad edib. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Hamımız xatırlayırıq ki, 2022-ci il Şuşa ilə elan edilmişdi. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı mühüm tarixi əhəmiyyət daşıyır. Bu qərar xalqımızın tarixi və mədəni dəyərlərimizə xüsusi diqqətinin göstəricisi oldu. Şuşada bərpa işlərinə start verilib. Prezident İlham Əliyev Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. El azaddır, dil azaddır, azad sazlarda tel azaddır. Çəkdiyim şəkili verim yadigar. Baxanda görsünlər bir yanda bahar, bir yanda dağların zirvəsində qar, bir yanda dərədən qalxan duman, çən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Tarda dilləndirim rastı, mahuru, zümzümə eləyim seygahı, şuru.
Yada düşsün bülbül, Rəşid, xan həmən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Səni hər görəndə tanımaq olur aşırsan, dildə bir qərinə cavanlaşırsan. Şuşa, Türk dünyasının ictimai fikir və milli ideoloji mərkəzinə çevrilir. Bu mövzunu siyasi elmlər doktoru, professor, Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri Elçin Əhmədovla birlikdə araşdırırıq. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ilin Şuşa ili elan edilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamda deyilir. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünə məxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər, yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. El azattır, dil azaddır, azad sazlar. شما برنامه صدای شوشا را میشنوید. El azattır. Bəli, Aybəniz xanım, doğru deyirsiniz. Yəni Şuşa ilində artıq 2022-ci ildən başlayaraq Şuşada keçirilən tədbirlərin coğrafiyası həm genişləndi, həm də artıq Şuşa 2022-ci il martın 31-də Beynəlxalq Türk Mədəniyyət Təşkilatı olan TÜRKSOY-a, yəni üzv olan ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyədə keçirilən iclasında, Türkiyənin Bursa şəhərində keçirilən iclasında 2023-cü il üçün Şuşa Türk dünyasının mədəniyyət paytaxtı seçildi. Həm də xüsusi qeyd etmək lazımdır ki, həmin dövrdə, yəni 2022-ci il aprelin 22-23-də dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı bir araya gətirən dünya azərbaycanlılarının qurultayı da Şuşada keçirildi. Bu artıq zəfər qurultayı idi. 5-ci dünya azərbaycanlılarının qurultayı idi ki, məhz bu qurultayın Qarabağın tacı olan mədəniyyət paytaxtımız Şuşada keçirilməsinin böyük rəmzi, həm də siyasi əhəmiyyəti var idi. Zəfər qurultayında 230-a yaxın xarici ölkədən olan vətəndaşlarımız, yəni ki, Azərbaycanlılar eyni zamanda 36 alim və 36 iş adamı iştirak etmişdi. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev. Dünya Azərbaycanlıların 5-ci Zəfər Qurultayında əvvəlcə vətən uğrunda canından keçmiş, qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Qurultayda geniş nitq söyləyən Prezident İlham Əliyev bildirdi ki, tarixi zəfərdən sonra dünya Azərbaycanlıları ilk dəfədir toplaşır. Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya zəfər yoluyla gəlmişsiniz. Qurultayın adı Zəfər Qurultayıdır. Hal-hazırda ölkəmizin müxtəlif yerlərində ilk növbədə azad edilmiş ərazilərdə zəfər muzeyləri inşa edilir. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq, dövlətimiz qalib dövlət kimi əbədi yaşayacaq deyən Prezident İlham Əliyev bildirdi ki, bu hamımız üçün böyük xoşbəxtlikdir. Dövlət başçısı bu missiyanı həyata keçirən qəhrəman vətən övladlarının tarix xalq qarşısındakı misilsiz xidmətlərini xüsusi qeyd etdi. Prezident İlham Əliyev tarixə nəzər salaraq bildirdi ki, 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının ilk qurultayında Ulu Öndər Heydər Əliyev çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyini, torpaqlarımızın işğaldan azad olunacağını söyləmişdi. Biz Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik. شما برنامه صدای شوشا را میشنوید. Şuşayı Cayna. Yetirim Şuşayı Caynını. Zəfər qurultayında cənab prezidentin açılış zamanı elədiyi çıxış mühüm əhəmiyyət kəsb edirdi. Yəni həmin dövrdə Azərbaycan post-müharibə dövrünə tam hazır olduğu bildirilirdi, həm də öz sülh gündəliyini təqdim edirdi. Ermənistanla Azərbaycan arasında olan əlaqələrin yaranması baxımından, eyni zamanda diplomatik əlaqələrin yaradılması ehtimalı baxımından bu proqram xarakterli çıxışda həm də biz xoş niyyətimizi burada göstərirdik. Yəni cənab prezidentin çıxışında da qeyd edilirdi ki, Ermənistanda hərdən bir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki,
Ermənistan üçün bu son çıxış yoludur. Bəlkə də son şansdır. Və əziz dinləyicilər, son hadisələr prezidentimizin necə böyük strateg olduğunu bir daha sübut etdi. Aybəniz xanım, həm də bununla yanaşı onu qeyd etmək lazımdır ki, Şuşada keçirilən bu tədbirlərin çox mühüm əhəmiyyəti var idi. Həm onlar işğal vaxtı ermənilərin Şuşada törətdiyi vandalizm aktları, tarixi memarlıq abidələrimizin vəhşicəsinə dağıdılması, tarixi mədəni irsimizə qarşı soyqırım siyasətinin həyata keçirilməsi ilə tanış olurdular. Eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı bərpa quruculuq işləri ilə beynəlxalq ictimaiyyət daha yaxından tanış olması baxımından bu tədbirlərin keçirilməsi çox mühüm əhəmiyyət kəsb edirdi. Yəni bu mənada bir-iki tədbirin adını çəkmək istəyirəm. Yəni 22-ci il martın 18-də Şuşada keçirilən Azərbaycan BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritetləri və imkanları geniş müzakirə obyekti oldu. Bununla yanaşı təxminən bir ay sonra, aprelin 28-də Şuşada digər bir toplantı işə başladı. Cənubi Qafqaz İnkişaf Əməkdaşlığı adlı bir beynəlxalq forum idi. Dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertləri, tədqiqatçılar, alimlər, eləcə də media nümayəndələri iştirak edirlər. Və bu vacib platformanın əhəmiyyəti ona görə qeyd etmək lazımdır ki, bu mühüm əhəmiyyət kəsb edən Şuşa forumunda postmünaqişə dövründə Cənubi Qafqaz regionunda həm sülhə, sabitliyə nail olmaq imkanları bu panel iclaslarda geniş müzakirə edildi. 2022-ci il mayın 12-dən 15-nədək Şuşa ilində Azərbaycanın mədəniyyət paytaxtında 5-ci Xarı Bülbül Beynəlxalq Folklor Festivalı keçirildi. Festival Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa şəhəri Dövlət Qorxu tərəfindən təşkil olunmuşdu. 3 gün davam edən və xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin qatıldığı tədbir Şuşa şəhərinin işğaldan azad ediləndən sonra festivalın beynəlxalq səviyyədə keçirildiyinin əsas göstəricisi idi. Azerbaycan'ın kültür başkenti Şuşa'da Harı Bülbül Festivali devam ediyor. Bu yıl 5.'si düzenlenen festivalin açılışına Azerbaycan Cumhurbaşkanı İlham Aliyev ve eşi Mehriban Aliyeva da katıldı. Azerbaycan, otlar yurdum benim, sen namusum, şerefim sen vətənim. Cıbırdızında bir de havamız. Karabağ! Azerbaycan'ın kültür başkenti Şuşa, 270. yıl dönümünü 5. Harı Bülbül Uluslararası Folklor Festivali ile taçlandırdı. Biz bütün dünyaya buradan, Şuşadan, geldiğim torpağımızdan mesaj verir. Ülkeler belə inkişaf etmeli. Azerbaycan'ın kadim şehri Şuşa, 2. Karabağ Savaşı ile Ermenistan işgalinden 2 yıl önce kurtarılmıştı. Kent yeniden Harı Bülbül Festivali'ne ev sahipliği yaptı. Biz burada Cıdır düzündə her bir Azerbaycanlı için müqəddəs olan yerde yığışmışıq ve bu musiki bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik. Yaşasın Şuşa, yaşasın Qarabağ, yaşasın Azerbaycan. Festivalin açılışına Cumhurbaşkanı İlham Aliyev ve eşi Mehriban Aliyeva katıldı. Açılışta dünyanın farklı ülkelerinden müzik ve dans grupları sahne aldı. Karabağ şikastasının nidaları Şuşa dağlarında yankılandı. Azerbaycan'da yaşayan bütün etnik azınlıklar folklor dansları sergiledi. Festivale Azerbaycan'a her alanda sonsuz desteğini gösteren Türkiye'den de Türk Dünyası Müzik ve Halk Dansları topluluğu katıldı.
Digər bir mühüm deməli keçirilən toplantının adını çəkmək istəyirəm. 2022-ci il mayın 19-21-də Şuşada münaqişədən sonrakı humanitar gündəliyin inkişafı, mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf mövzusunda beynəlxalq konfrans keçirildi. Bu da çox mühüm əhəmiyyət kəsb edirdi. Yəni mədəniyyət naminə sülh qlobal çağırışının əsas istiqaməti post-münaqişə dövründə olan ölkələrin işğaldan azad olmuş ərazilərində mədəni infrastrukturu həm dirçəltmək, milli mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsi idi. Digər bir məsələni də qeyd etmək lazımdır. Çünki 2022-ci il iyulun 9-da bilirik ki, Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının peşə bayramı günüdür və o tədbir də orada keçirildi. Yəni həmin diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəti keçirildi. Bu da həmin dövr üçün çox mühüm əhəmiyyət kəsb eləyirdi. Həm də bir qədər sonra isə həmin ayın 22-sində, yəni iyul ayının 22-sində, 22-ci ildən söhbət gedir, Milli Mətbuat günüdür. Milli Mətbuatın günü münasibətilə Şuşada mediada qlobal trendlər, yeni çağırışlar mövzusunda beynəlxalq media forumu keçirildi ki, burada bir sıra xarici media qurumlarının nümayəndələri iştirak etdilər ki, bu da yenə də təkrar edirəm, Şuşadakı olan o işğal vaxtı vəziyyəti öyrənmək, görmək, həm də Şuşanın artıq bir ictimai fikir mərkəzinə çevrilməsi baxımından Şuşada keçirilən o tədbirlərin coğrafiyasının genişlənməsi baxımından çox mühüm əhəmiyyət kəsb eləyirdi. Ümumiyyətlə 2-ci Qarabağ müharibəsinin taleyində həlledici gün məhz 2020-ci il noyabrın 8-i idi ki, bu da Şuşa şəhərinin işğaldan azad edilməsi idi və Şuşa şəhərinin müharibənin sonrakı gedişinə, yəni işğaldan azad edilməsinin, müharibənin sonrakı gedişinə, həm də taleyinə ciddi təsir göstərməsi çox mühüm bir faktdır. Bu, Azərbaycanın hərb meydanında olduğu kimi diplomatiya meydanında da uğurlarını şərhləndirdi.